Nəyə görə əvvəlki həkimlər itilmiş dişlərin yerini körpəvari protezlə əvəz edirdi? Amma indi peşəkar həkimlər itilmiş dişlərin yerini dental implantlarla əvəz etməyi tövsiyə edir. Çünki itilmiş dişlərin yerini bərpa etmək üçün sağlam dişlər yonulmalı idi və onun üzərinə körpəvari protez taxılmalı idi. Bu isə öz növbəsində dişin üzərinə düşən təzyiqi artırır. Çünki hər bir dişin üzərinə özünə uyğun dərəcədə təzyiq düşür. Bu isə gələcəkdə dişlərin ətrafında sümük toxunmasının itməsinə, diş ətinin çəkilməsinə səbəb ola bilər. Diş əti çəkilən zaman isə körpəvari protezlərin altında boşluq əmələ gəlir və ora qida qalıqları toplana bilər ki, bu da gələcəkdə diş ət xəstəliklərinə, ağızdan pis qoxunun gəlməsinə və nəhayətdə dayaq dişlərinin itirilməsinə səbəb ola bilər. Amma dental implantlar vasitəsilə biz itilmiş dişlərin yerini əvəz etsək, bu zaman heç bir dişin tamlığı pozulmur, sağlam dişlər öz yerində qalır və dental implantlar 20 ildən çox bizə xidmət edə bilər. Bu baxımdan da itilmiş dişlərinizin yerini dental implantlarla əvəz etmək daha düzgün seçimdir.